Bundan nəfəs almada çətinlik hiss eləyirsən? Arada olur, biraz çətinlik çəkirəm. Aha. Hərdən ağız açıq yatmalar, baş ağrıları Baş ağrıları az olur, amma olur. boğazda quruluq hiss eləyirsən. Hərdən durursan, məsələn, səhərdə görürsən ki, boğazında quruma var. Olur. Tamam. Estetik olaraq nəyin olmağını istəyərdi? Məsələn, burun üstündə bir donqarlıq var bu. Hündürlüyü istəyirsən getsin. Birazcıq ucu qalsın. Olur. Yəni çox qalxmasın, daha təbii olsun. Yoxsa biraz belə göz kimi üstündə olmaq daha düz istəyirsən olsun. Hə, tamam. Burun dəliklərinə o qədər ehtiyac olduğunu düşünmürəm. Çünki çox enli deyil. Amma yenə əməliyyat əsnasında baxarıq buna. Bir qədər göründüyü kimi hündürlük var burun arxasında, donqarlıq var. Bunun həm sümük hissədə, həm qığırdaq hissədə bunun götürülməsi lazımdır. Bir qədər burun ucunda emmə var, aşağı sallanma var, onu götürəcəyik. Bir qədər qalxacaq, lakin dodağı çox qaldırmasın deyə orada o bucağı qoruyaraq edəcəyik. Kişilərdə 90 dərəcə olmağı maksimum uyğundur. Xanımlarda isə 100, 105, 110 dərəcə civarında olsa daha uyğundur. Yəni 110-u aşmaması lazımdır. Burun arxasının düz olmasını istəyir, hər halda daha çox təbii olmağını istəyir. Ona görə də bu hündürlüyü götürdükdən sonra artıq düz olacaqdır və burun qanatlarının götürülməsinə ehtiyac görmürəm. Yəqin ki, əməliyyatda da bunu daha dəqiq biləcəyik. Ona görə bunun birazcıq buradan yığılsa, toparlansa, burun arxasından götürülsə, təbii ki, sümükləri də yaxınlaşdıracaq buradan. Burnun uc hissəsinin sallanması var. Bu artıq aradan qaldıracaq o məsələni. O problem də olmayacaq. Orucova Gültəkin, 17 yaşım var. Burnumdan narazı idim. Güzgüyə baxarkən mənə narahatçılıq verirdi forma olaraq. Hətta şəkil çəkdirərkən belə ona düzəlişlər edirdim. Bu da məni narahat edirdi. Bir neçə gün bundan əvvəl internetdə nəzər doktoru gördüm və onun əl işlərini bəyəndim. Baxdım, uğurlu əməliyyatları var idi və mən də bu əməliyyatlardan birini elətdirməyə qərara gəldim. İnanıram ki, bundan sonra daha gözəl olacaq və güzgüyə baxarkən, şəkil çəkdirərkən bundan narazı olmayacağam.
Xəstəmizdə həm burun daxili problemlər var idi, həm burunun estetik görünüşündə problemlər var idi. Estetik görünüşündə olan problemləri burun arxasındakı donqarlıq, burun ucunun sallanması və daxildə də burun tənəffüsünün çətinləşməsinə səbəb olan burun çəpərində daraq çıxıntı, əyrilik də var idi. Balıq qulaqları da hipertrofik idi. Biz eyni zamanda həm burun çəpərini düzəltdik, həm balıq qulaqlarını kiçiltdik və bir də bir nüansı qeyd edeyim ki, xəstəmizin dərisi nazik dəri idi. Bu da plastik cərrahlar tərəfindən arzu olmayan nüansdır və ona görə ki, burada maksimum çalışıb burun dərisi altında olan tikişləri belə çox diqqətli qoymaq lazımdır. O cümlədən tam hamar eləmək lazımdır ki, o üstdən hiss olunmasın. Biz də o nüansların hamısına diqqət elədik. Piezo ilə burun sümüklərini qırdıq, kəsdik daha doğrusu, orta xəttə gətirdik burnu. Sefalik rezeksiya elədik, burun ucunu bir qədər qaldırdıq, burun ucunu gödəltdik və buruna düzgün bir, üzünə uyumlu forma verdik. Əvvəldən də xəstə ilə razılaşmış olduğumuz burun formasını bilavasitə diqqət mərkəzində saxlayaraq, diqqət önündə tutaraq ona uyğun burun düzəltməyə çalışdıq. İnşallah ki, əməliyyat qənaətbəxş oldu, gedişatı, nəticəsi də inşallah ürəyiniz və xəstəmizin ürəyincə olar. Hər kəsə uğurlar. Bir də xüsusilə onu qeyd etmək istəyirəm ki, bu və ya digər əməliyyatlar, o cümlədən xəstəliklər haqqında məsələlərə baxmanız üçün YouTube kanalımıza abunə olub, oradan baxa bilərsiniz. Bilavasitə bütün suallara orada cavab tapacaqsınız. Artıq əməliyyatdan bir həftə keçibdi və çox uğurlu bir əməliyyat idi. Əməliyyata girmədən öncə biraz həyəcanlı idim, amma bu həyəcanım o qədər də önəmli deyildi. Əməliyyat çox uğurla başa çatdı. Əməliyyatdan sonra isə heç bir göyərmə, heç bir ağrı baş vermədi. Biraz şişkinlik var idi, amma o da sonradan keçdi və heç bir ağrısız, adsız bir həftə keçdi. Əməliyyat da çox uğurlu idi. Bu əməliyyatda əməyi keçən hər kəsə təşəkkürlər edirəm. Başda məzahir doktor olmaqla əməliyyat sırasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Artıq tikişləri də sökdük və daha pasiyentimiz tam bütün narahatçılıqları keçdi və düşünəcəyi, ağlına gətirəcəyi, qorxacağı bir şey qalmadı. Necə keçdi? Həqiqətən tikişdən də qorxurdun, yəni tikiş sökmək elə bir ağrılı imiş. Yox, heç bir ağrı hiss etmədim. Tamam, təbrik edirik, hər şey gözəl.